Yeremiya 44-cü fəsil. Yeremiyanın Misirdəki Yahudalılara müraciəti. Misir ölkəsində, Miqdolda, Taxpanxəsdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yahudalılar barədə Yeremiyaya bu söz nazil oldu. İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Yerusəlim və bütün Yahuda şəhərləri üzərinə gətirdiyim bəlanın hamısını gördünüz. Elədikləri pislikdən ötürü o şəhərlər bugün viran olmuş və sakinsiz qalmışdır. Onlar özlərinin, sizin və atalarının tanımadıqları başqa allahlara buxur yandırıb, qulluq eləyərək məni qəzəbləndirdi. Mən dəfələrlə qullarım olan peyğəmbərləri sizin yanınıza göndərib, mənim nifrət elədiyim iyrənc işləri görməyin dedim. Ancaq onlar eşitmədi, qulaq asmadı. Pisliklərindən dönmədilər, başqa allahlara buxur yandırmağı dayandırmadılar. Buna görə də qızğınlığım və qəzəbim daşıb töküldü. Yahuda şəhərlərində, Yerusəlim küçələrində od qaladı. Onlar bugün olduğu kimi xaraba və viranə oldular. İndi İsrailin Allahı, ordular Allahı Rəbb belə deyir: Kişinizi də, qadınınızı da, uşağınızı da, südəmərinizi də Yahuda içində qırıb çatacağam ki, sizdən heç kəs sağ qalmasın. Sakin olmaq üçün gəldiyiniz Misir torpağında əlinizlə düzəltdiyiniz başqa allahlara buxur yandırmaqla məni qəzəbləndirdiniz. Beləcə, öz başınıza fəlakət gətirirsiniz. Dünyanın bütün millətlərinin qarşısında lənət və rüsvayçılıq hədəfinə çevriləcəksiniz. Yahuda ölkəsində, Yerusəlim küçələrində atalarınızın, Yahuda padşahlarının, onların arvadlarının, sizin və arvadlarınızın elədikləri pislikləri unutdunuzmu? Bugünə qədər itaətkarlıq eləmədilər, qorxmadılar, qanunuma, sizə və atalarınıza verdiyim qaydalara əməl eləmədilər. Buna görə də İsrailin Allahı olan ordular Rəbbi belə deyir: Bax, mən sizə pislik eləyib, bütün Yahudalıları qırıb çatmağı qərarı aldım. Misrə gəlib sakin olmağı qərarı alan Yahudanın sağ qalanlarını aradan götürəcəyəm və onların hamısı Misir ölkəsində həlak olacaq. Qılıncdan keçiriləcək və aclıqdan tələf olacaqlar, böyükdən kiçiyə qədər qılınc və aclıqdan öləcəklər. Lənət, dəhşət, nifrin və rüsvayçılıq hədəfinə çevriləcəklər. Yerusəlimi qılınc, aclıq və vəba ilə necə cəzalandırdımsa, Misir torpağında yaşayanları da eləcə cəzalandıracağam. Sakin olmaq üçün Misir torpağına gələn Yahudanın sağ qalanlarından heç kəs qaçıb qurtarmayacaq. Heç kəs salamat qalıb Yahuda torpağına qayıtmayacaq. Ora qayıdıb sakin olmaq istəsələr də, bir neçə qaçqından başqa qaydan olmayacaq. Arvadlarının başqa allahlara buxur yandırdıqlarını bilən bütün kişilər, orada dayanan qadınlar, böyük bir cəmaat və Misir torpağında, Patrosda yaşayan bütün xalq Yeremiyaya müraciət eləyib dedi: Sənin bizə Rəbbin adı ilə söylədiyin sözə qulaq asmayacağıq. Dediyimiz hər şeyi mütləq eləyəcəyik. Göylər mələkəsi ilahəyə buxur yandırıb içmə təqdimləri verəcəyik. Bir zamanlar bu işi biz, atalarımız, padşahlarımız və başçılarımız Yahuda şəhərlərində, Yerusəlim küçələrində elədik. O zaman çörəklə doyur, uğur qazanır və heç bir zərər görmürdük. Göylər mələkəsi ilahəyə buxur yandırmağı, ona içmə təqdimlər verməyi dayandırdığımız vaxtdan hər şeyə möhtac olduq. Qılınc və aclıqdan həlak oluruq. Qadınlar da dedi: Biz göylər mələkəsi ilahəyə buxur yandırarkən, ona içmə təqdimləri verərkən, məyər ərlərimizin xəbəri yox idi ki, onun təsvirinə oxşar kökələr düzəldib içmə təqdimləri verdik? O zaman Yeremiya kişilərə və qadınlara ona bu cavabı vermiş bütün xalqa belə dedi: Sizin, atalarınızın, padşahlarınızın, başçılarınızın və ölkə xalqının Yahuda şəhərlərində və Yerusəlim küçələrində buxur yandırmağınızı Rəbb yadına salmadımı, ağlına gətirmədimi? Rəbb pis işlərinizə, elədiyiniz iyrənc şeylərə daha dözə bilmir. Ona görə də
indi ölkəniz sakini olmayan xarabalığa, viranəliyə və lənət hədəfinə çevrildi. Siz buxur yandırıb Rəbbə qarşı günah elədiniz. Rəbbin sözünə qulaq asmadınız, qanununa, qaydalarına və göstərişlərinə əməl eləmədiniz. Buna görə də bugün başınıza bu fəlakət gəldi. Yeremiya qadınlar da daxil olmaqla bütün xalqa dedi. Ey Misirdə olan bütün Yahuda xalqı, Rəbbin sözünə qulaq asın. İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Göylər mələkəsi ilahəyə buxur yandırıb, içmə təqdimləri gətirməklə verdiyimiz vədi mütləq yerinə yetirəcəyik deyərək, siz və arvadlarınız dilinizlə dediyinizi öz əlinizlə yerinə yetirdiniz. Eybi yox, verdiyiniz sözə əməl eləyin və vədlərinizi yerinə yetirin. Ey Misir torpağında yaşayan bütün Yahuda xalqı, bu işlərə görə Rəbbin sözünü eşidin. Mən öz böyük adıma and içdim ki, bir daha Misir torpağında heç bir Yahudalı şəxs var olan Xudavənd Rəbbin haqqına and olsun deyib, mənim adımı çəkməyəcək. İndi mən onlara yaxşılıq eləmək üçün deyil, pislik eləmək üçün məqam gözləyirəm. Misir torpağında olan bütün Yahudalılar yox olana qədər qılınc və aclıqdan həlak olacaq. Az sayda adam qılıncdan qutarıb Misir torpağından Yahuda torpağına qaydacaq. Misir torpağına sakin olmağa gələn Yahuda xalqından sağ qalanların hamısı o zaman biləcək ki, kimin sözü yerinə yetdi, mənimki yoxsa onlarınki. Mən sizi bu yerdə cəzalandıracağam ki, başınıza bəla gələcəyi barədə sözlərimin mütləq yerinə yetəcəyini biləsiz. Rəbb belə bəyan edir. Bunun əlaməti belə olacaq. Rəbb belə deyir, Yahuda padşahı Sirqiyanı canını almaq istəyən düşməni Babil padşahı Navoxodonosora necə təslim elədimsə, Misir padşahı Firon Xofranı da canını almaq istəyən düşmənlərinə eləcə təslim eləyəcəyəm.